Salam hörmətli tamaşaçılar, hər birinizi OTV-də xoş gördük. Son günlər ölkədə uşaq pulunun verilməsi məsələsi yenidən gündəmə gəlib. Bəzi deputatlar uşaq pulunun verilməsinin əleyhinə olduğunu deyiblər. Hətta jurnalist Mirşahin Ağayev də həmin deputatları müdafiə edib. Xalq isə fərqli fikirdədir və demək olar ki, böyük əksəriyyəti uşaq pulunun verilməsinin tərəfdarıdır. İsveçdə yaşayan həmvətənimiz, diaspor fəalımız, siyasi analitik, Azərbaycan Xalq Parlamentinin üzvü, eyni zamanda Milli Müqavimət Hərəkatının Yüksək Məclisinin üzvü Əlinur Əliyev məsələyə münasibətini bildirib, uşaq pulunun verilməməsi məsələsinə xüsusi diqqət yetirib. Əlinur bəyin OTV-yə açıqlamasını sizə təqdim edirik. Tural bəy, mən uşaq pulu məsələsinə sosial yardım kimi baxmıram. Birbaşa bu məsələ dövlətçilik məsələsidir. Bugün doğulan uşaq sabahın müəllimi, mühəndisi, zabiti, hərbçisi, dövlət rəhbəri, əskəri, həkimi, alimi, dövlət qurucusudur. Əgər dövlət həmin uşağın böyüməsinə, təhsilinə və rifahına dəstək vermirsə, sabah ondan, yəni böyümüş artıq, dünən doğulmuş, bugün artıq böyümüş uşaqdan, vətəndaşdan, vətənpərvərlik və dövlət sevgisi tələb etmək nə qədər doğrudur? İstər xalq, istər hakimiyyət, istər dövlət. Hansı haqla? İnkişaf etmiş dövlətlərdə mən çox qısa danışacağım. Normal dövlətlərdə, heç tam inkişaf etməmiş də olsa, yəni artıq zamaniyə inteqrasiya etmiş dövlətlərdə dövlətçilik, milli düşüncə, milli maraqlar, vətənpərvərlik naminə verilir uşaq pulu. Varlı ailələr belə, imkanlı ailələr belə evlatlar üçün hakimiyyət, dövlət onlara uşaq pulu verir. Və dövlət o zaman, millət o zaman o uşaqdan nəsə o gələcəkdə tələb edə bilər. Başqa cür yaddır. Yadlaşdırırıq xalqın evlatlarını, dövlətimizə, millətimizə yadlaşdırırıq. Yəni bu hakimiyyət bunu eləyir. Sonra da bunlar cinayətkardır, bunlar vətən düşmənləridir, bunlar xaindirlər, bunlar odurlar, budurlar. Bəs sən, bəs siz. Bu məsələlər çox önəmli məsələlərdir və mən düşünürəm ki, bu açıqcası deyim, bugünkü gün Azərbaycanda vətənpərvərlik, dövlətçilik, millətçilik əvəzinə yaltaqlıq, satqınçılıq inkişaf olunur, tətbiq olunur. Və bu yaltaqlardan da tələbim budur ki, belə məsələlərdəsə də millətin gələcəyi, dövlətin gələcəyi, xalqın ümidi olan bugünkü uşaqların haqq və hüquqlarının bərpa olunması üçün belə məsələlərdə danışa bilmirsiniz, susmağı da mı bacarmısınız? Ən azından susun. Çünki danışdığınız hər bir söz sizin adınızı tarixə yazır və zaman gələcək ki, bu mövzuda yaltaqlıq eləyən, bu mövzuda xalqa qarşı olan, dövlətçiliyə qarşı olan bu insanların adları tarixə də gördükləri işlərə görə yazılacaq. Azərbaycanın xilası məsələsi şəxslərin ətrafında deyil.
milli ideyanın ətrafında birləşməkdən keçir. Bir daha təkrar edirəm. Azərbaycan xalqının və devlətinin xilası məsələsi bugün heç bir şəxslərin fəaliyyətinə bağlı deyil. Və bu heç vaxt da belə olmayıb, olmayacaq da. Bunu edəcək xalqın milli düşüncəsi, birlik düşüncəsi, xalqın iradəsi olmalıdır. Yəni, əgər biz keçmişə nəzər salsaq, Məmməd Əmin Rəsulzadənin keçdiyi quruculuq yolu Azərbaycan dövlətinin qurulması və ilk şərqdə demokratik bir dövlətin, hətta qadın söz haqqının belə təmin edilməsi kimi bir dövlətin qurulması məhz millətləşmədən keçir. Bu yolun davamçısı Əbülfəz Elçibəy məhz bu yolun davamçısı olduğu üçün müstəqilliyimizə yenidən nail olub. Xalqımız da məhz bu yolun davamçısı olaraq gələcəkdə öz rifahına, öz söz azadlığına, öz xoşbəxtliyinə çata bilər. Bu yol unudulmuyor, bu yol var, bugün də mövcuddur və bir daha qeyd etmək istəyərdim ki, məsubu olduğum təşkilatların hər ikisində də, eləcə də bizim o təşkilatdakı əməkdaşlarımızın hər birində də məhz bu yol üçün, bu yolun inkişafı üçün, bu birliyin əldə olunması üçün, bu məsələlərin birgə müzakirəsi üçün çalışmaları davam edir. Günü bugündür. Və xüsusilə qeyd etmək istəyərdim ki, bu məsələdə, bax, bu belə məsələlərdə həqiqətən də institusional fəaliyyət göstərən təşkilatlarda üzv olmaq, o təşkilatların mənsubu olmaq iradədən başqa cəsarət tələb edir. Çünki xəyanət mümkünsüzdür, çox çəkməz. Çünki ifadə söz azadlığı var. Hər kəs, hər bir fərd üzv olan, təşkilatın üzv olan insanlar müstəqil, sərbəst şəkildə biri-biriləri ilə bu məsələləri müzakirə edir, müzakirə edirik və bizim aramızda bugünə də şükürlər olsun ki, xəyanət olmuyor. Bu olmayacaqdır. Və mən təklif edirəm bir daha digər ad çəkmədən bu sahədə çalışan insanlara, ictimai siyasi fəaliyyət göstərən insanlara, ziyalılarımıza xahiş edirəm. Əgər biz həqiqətən milli mübarizəni aparırıqsa, xalq naminə danışırıqsa və xalq adından danışırıqsa, biz xalqa məxsus olduğumuzu göstərmək üçün, xalqa bunu sübut etmək üçün, xalqın bir hissəsi, bir parçası olduğumuzu məhz dəyirmən masalarda, əməkdaşlıqda, haqlı yolun seçilməsində fəaliyyət göstərərək sübut edə bilərik. Mənim bugünə bu vəziyyətə gördüyüm çıxış yolu budur. Başqa bir çıxış yolu, başqa bir, necə deyərlər, fərdlər və yaxud da ki, tanınmış şəxslər tərəfindən qeyd varsa da, yəni onlar hansısa işlər aparırlarsa da, bizlər bu sahədə çalışırıq və bu yolun davamçılarıyıq. Bu yolda da bizim həm siyasi, həm ictimai yol xəritələrimiz var. Bunları açıq, səmimi şəkildə xalqımız qarşısında müzakirə etməyə də hazırıq. Mən dəvət edirəm bir daha hər bir kəsi bu yolda fəal olmağa
çağırıram. Millətləşmək lazımdır. Millətləşmək önəmlidir və yeganədir çıxış yolu olaraq. Bir daha efirimizə dəvət etdiyiniz üçün sizlərə təşəkkür edirəm, izləyicilərimizə minnətdarlığımı bildirirəm sonradək izlədikləri üçün və xahiş edirəm, rica edirəm, bəyənin, paylaşın. Bu kimi mövzulardan hər bir Azərbaycan vətəndaşının xəbəri olsun.